cinahlar burada çox sürətli iştirak edir. Eyni sözləri Henri demişdi, hələ Kopenhagendən oyundan əvvəl. Hətta o əlavə eləmişdi ki, Qarabağın cinahları o qədər öldürücüdür ki, ancaq böyük klubların bunun qarşısında durmaq şansı var. Həm bu fikrin özünə rəyiniz maraqlıdır, həm də məsələn Atletik bu böyük klublardan sayılarmı ki, o öldürücü cinahlarımızın qarşısını kəsə bilsin? Atletik elə o özü böyük klubdur. Yəni bunu digərlərindən ayırmaq olmaz. Amma qaldı ki, Valverde'nin və yaxud Henri'nin və yaxud digərlərinin fikirlərinə bəlkə biz oyun üslubumuzu dəyişək ki, biraz bizim üçün çox çətin olmasın, daha diqqətli olacaqlar. Amma hər bir halda bu sözləri eşitmək xoşdur. Yəni bunlar həqiqətən böyük ehtimal gördüklərini deyirlər. Çünki biz də rəqibləri analiz etdikdə onların daha çox üstün tərəflərinə çox böyük önəm veririk. Eləcə də rəqib əgər bunu düşünürsə, deməli, bu bir daha göstərir ki, biz nə dərəcədə səliqəli oynamalıyıq, ən vacibi. Yəni, öz oyun üslubumuzdan əl çəkməmək, amma daha səliqəli oynamaya çalışmalıyıq. Və bir daha göstərir ki, belə böyük klubların bizə qarşı belə ciddi yanaşması bu çox sevindirici haldır və bizim, belə deyək, istəyimizi, həvəsimizi, məsuliyyətimizi daha da artırır. Və onların o fikirlərinə görə də təşəkkür edirəm hər birinə.